Salam. Çəkirik. Herkese salam. Bugün bizim səsdən də eşitdiyiniz kimi Könül Kərim obamızla güzel çəkilişimiz var. Bu gözəl bir layihədir, gözəl bir proyektdir. 8 Mart öncəsi sizi sevindirəcəyik. İndi isə sizə bütün gün ərzində nə proseslər baş verəcək göstərəcəyik. Hal-hazırda da saçını da hazırlayırıq, açırıq məkana. Salam, necəsiz? Yaxşısınız? Mən də yaxşıyam. Könül Kərimovanın da əhval-ruhiyyəsini soruşaq. Gözəlim özünü necə hiss edir? Hələ ki yaxşı hiss edirəm. Bu Bəli. makyajımız hazırdır. Necədir? Onda getdik məkana. Gözəl. İzləyicilərin öpək. Sənətkarımız yaxın olarsa bizlə təbii ki durumlar belə olur. Könül xanım biz özümüz aparırıq çəkiliş məkanına. Çox sağ olun. Təşəkkür edirəm. Siz necə də diqqətli. Bizim bugünkü günümüz inanıram ki çox maraqlı keçəcək. Çünki Könül xanımın keçirdiyimiz hər saniyə bizim üçün çox dəyərlidir. Çünki o çox dəyərli bir sənətkardır və onunla gözəl xoş keçirtmək bizi də çox xoş edir. Görmən necə xoşbəxt oluram da sizlə. Artıq biz gəlmişik, çəkiliş məkanındayıq. Hazırlıqlar gedir. İndi gözləyəcəyik Könül xanımı qəşəng geyindirsinlər. Biz də biraz üzünə, saçına çəki düzən verək. Start edək axır ki. Stilimiz Nikoşka çəkdi. Ey sallay Nikoşka. Ya sən verilən şükür. Allah peşin. Allah ne güzel. Salam. Mika. Salam. Çeki salam demiyorum. Sağ ol. Mika, necə istəyirsən özü həyatın? O sahaya baxıb istəyirəm özümə. Çox işimiz gedir, layihədir. Mən ağlayıram amma. Bence ki film. Oyun kalk bakalım. Allah diyorum. Vay 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 vay. Bu ne stil bir güzel obraz. Çekişimiz bitti. Hayırlı uğurlu olsun. Mika, uğurlar. Çok zorlandı. Ne getirmişti Mika? Sağ olun. Çekilişimiz tutarıq. Çekilişin sonunu biz harda sonlandırırıq. Ha. Buradan. Yeminliyiniz də ay Allah. O bilir ki mən pətənəyi çox sevirəm. Bizə gəlib kənd məhsullarından sırf kənd pətənəyi almağa. Belə idi.